Diqqət, bu yollarda yeni radar quraşdırılır. Xırdalan Novxanı yolunda yeni nəsil radar sistemləri quraşdırılır. Milli Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Bildirilir ki, artıq sürücülərin radara yaxınlaşarkən sürəti qısa müddətdə azaltması inzibati cərimədən yayınmaq üçün kifayət etməyəcək. Yeni qurğular yol boyunca sürət həddinin davamlı şəkildə izlənməsinə imkan verir. Sürücülərə tövsiyə olunur ki, yol hərəkəti qaydalarına əməl etsinlər, müəyyən edilmiş sürət həddini aşmasınlar və həm özlərinə, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etsinlər. Ağ radarlardır. Deyim buradan biləsiniz. Yəni çatanda sürəti azaltsaq da xeyri yoxdur. Artıq o radarlar yol boyu sürəti qeydə alırlar ki, nə qədər sürətlə gəlirsən. 120 ilə gəlib radara çatanda 90-ı endirirsənsə artıq allada bilməyəcəksən. Bu heç yaxşı bir şey olmadı. Onu deyim. Cüzümdə bir 60'lıq yollar var. Vallahi gedəndə az qalsan ki, düşüb piyada gedəsən o yolda. Niyə sürürsən ki, maşınla bir də bu belə oldu. Heç nə, amma ki, belə bir tərəfdən də o yaxşıdır ki, qəzaların heç olmasa sayı azalacaq. Artıq sürət həddini aşmayacaqlar. Bir daha qeyd edirəm, bu radarlar Xırdalan Novxanı yolunda qurulu və yeni nəsil sistemlərdir.